Telefonunda GTA 5 qrafikasında oyun oynamaq istəyirsən? Məncə istəyirsən. Ona görə də mən sənə Android və iOS-da pulsuz endirə biləcəyin bəzi oyunlar göstərəcəyim. Dostlar, birinci oyunumuz Medal 2-dir. Belə izah edeyim, GTA 5-in mobil versiyası olsaydı necə olardı? Bax, bu oyun onu xatırladır. Medal 2 açıq dünya, maşınlar, silah, şəhərçi kaos və hətta onlayn multiplayer rejimi də var. Var da var yəni. Bu oyunun xəritəsi telefondakı oyunlara görə olduqca böyükdür və içində 100-dən çox müxtəlif misyon var. Əsas xüsusiyyəti isə sən dostlarınla eyni şəhərdə onlayn gəzə, maşın sürə, bir-birinizlə döyüşə də bilərsiniz. Qrafikası çox keyfiyyətlidir, amma güclü telefon istəyir, yəni biraz. Əgər cihazın zəifdirsə, azca yavaş işləyə bilər. Və bəli, bu gördüyün görüntü telefona aiddir. Dostlar, ikinci oyunumuz Vegas Crime Simulator-dır. İncənə sizə dedim ki, Medal 2 telefonunuz güclüdürsə, onu qaldıra bilər. Amma indi, əgər telefonunuz zəifdirsə, GTA Vice-də həvəs almaq istəyirsinizsə, Vegas Crime Simulator tam sizlikdir. Bu oyunda əsas qəhrəman mafiyadır. Şəhəri qarışdırsan, istədiyin maşını oğurluysan, silahlarla istədiyin hər şeyi də edirsən. Oyun qrafik olaraq çox güclü deyil, amma içində hoverboard, robot kostum, vertolyot və raket olan silahlar kimi fantastik elementlər də var. Bu da onu sadə, amma əyləncəli bir GTA alternativinə çevirir. Bu oyunun tək pes yanı odur ki, bu sadəcə Android-də oynanır. Üçüncü və axırıncı GTA alternativi oyunumuz Payback 2. Payback 2 oyunu isə sadəcə GTA deyil, eyni zamanda GTA, plus yarış, plus döyüş, plus da xaos. Yəni bu boyda da şey olmaz. Oyun səni bir çox fərqli rejimə salır. Şəhərdə silah döyüşü, maşın yarışı, tankla hücum, helikopter atəşi, hətta tankla yarış belə var. İstəsən öz missiyanı yarat və oynamağa başla. Ən gözəl cəhətlərindən biri də budur. Offline və online rejim də var. Sadə görünür, amma asıllıq yaradan oyunlardan biridir. Yüngül çəkisi ilə bir çox telefonda problemsiz işləyir. Dostlar, videomuz bura qədər idi. Videomu bəyəndiysəniz bəyənməyi, mənə dəstək olmaq istəyirsə abunə olmağı, yorum yazmaq istəyirsə, içinizdən nə keçirsə, buranı belə eləməliydin, oranı elə eləsəydin daha yaxşı olardı, belə videolar gəlsin. Haranı bəyənmədinizsə, istədiyinizi yaza bilərsiniz. Sağ olun.